İdman edərkən ala pisləşən şəxs vəfat edib. Hadisə Masallı İdman kompleksində baş verib. Rayonun Musakitə kənd sakini 49 yaşlı Səbuhi Abbasov dünyasını dəyişib. Zalda idman edərkən özünü pis hiss edib. O yerə yıxılaraq başından xəsarətlər alıb. Səbuhi Abbasov ilkin yardım göstəriləndən sonra rayonun özəl klinikalarından birində yerləşdirilib və orada dünyasını dəyişib. Allah rəhmət eləsin. Reportajı hazırladı Haqq Səsi TV1-in direktoru Elxan Müzəffəroğlu və səsləndirdi Haqq Səsi TV1-in müxbiri Vüsalə Fəzail qızı. Xəstə kəskin komatoz vəziyyətdə olmuşdur və xəstədə KT müayinəsi müəyyən olunmuşdur. KT müayinəsinin nəticəsində xəstədə 3-cü, 4-cü mədəciklərə açılan beyin kötüyü qanaması aşkar olunmuşdur. Xəstə yaxınlarının istək və razılığı ilə təcili tibbi yardım maşını ilə geriyə göndərilmişdir.